Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində ana dilinin qorunması tədbirlərinə dair maarifləndirici görüş keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin və media qurumlarının əməkdaşları iştirak ediblər. Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi tərəfindən birgə keçirilən dövlət idarəçiliyində, mediada Azərbaycan dilinin düzgün tətbiq olunması məqsədi ilə tədbirlərin və treninqlərin təşkil olunması mövzusundakı tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əli Muxtar Muxtarov açıb. O, görüşün iştirakçılarını bölmənin sədri akademik Fuad Əliyev və bu elm ocağının bütün əməkdaşları adından salamlayaraq Azərbaycan dilinin dünyanın ən zəngin, eyni zamanda geniş ifadə imkanlarına sahib dillərindən olduğunu vurğulayıb. O, dilimizin uzaq keçmişdən bu günümüzə dək istər klassik, istərsə də modern formatlarda daim diri, energetik və çevik xüsusiyyətlər daşıdığını diqqətə çatdırıb. Bu milli sərvəti qorumağın zəruriliyini bildirib. Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Sənubər Qocayeva çıxış edərək vurğulayıb ki, ana dilimizin dövlət idarəçiliyində, ictimai qurumların fəaliyyətində, eləcə də mətbuat, televiziya və internet məkanında qorunmasının və inkişaf etdirilməsinin vacib şərtlərindən biri ona daim həssas və yaradıcı münasibətin təmin olunmasıdır. O, həmin məqsədlər baxımından bu cür maarifçi xarakterli görüşlərin vacibliyinə diqqət çəkib. Sənubər Qocayeva bu vacib tədbirin keçirilməsində dəstəyə görə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinə minnətdarlıq bildirib və görüşün iştirakçılarına Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və uğur arzularını çatdırıb. Sonra maarifləndirici görüşün məruzələri dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əli Muxtar Muxtarov Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri, bölmənin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, Azərbaycan folkloru və ana dilimiz, bölmənin elmi katibi Günay Cəfərova, Qərb qrupu dialektlərinin ümumiləşdirilmiş xüsusiyyətləri və bölmənin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva ana dilimiz milli dəyərimizdir mövzularında çıxış ediblər. Görüş iştirakçıları öz təklif və mülahizələrini bölüşüb fikir mübadilələri aparıblar.